Verilişin baş sponsoru Kalsi D3 Nikamed. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. CBC Sporta baxırsınız. Ay Həkim efirdədir. Studiyada doktor Tutu Zeynalovadır. Bugün deyərdim ki, bir çox ailələri narahat edən, biz həkimləri narahat edən bir mövzu haqqında danışacağıq. Uşaqlarda piyələnmə haqqında və bu problem çox aktualdır bugün. Çünki günü-gündən problem artır və sanki biz sağlam qida davranışlarını təşviq etdikcə bizim acığımıza bu qeyri-sağlam qidaya səbəb olan məkanların biznesi çiçəklənir. Bilmirəm, bunun səbəbi nədir, niyə bu baş verir? İstənilən halda bu problemlə yaxından məşğul olan həkim qonağımız, uşaq endokrinologu doktor Azad Əkbərzadə studiyamızın qonağıdır ki, mən piyələnmə ilə müraciət edən uşaqların hamısını ilk növbədə Azad doktor görsün istəyirəm. Bunu pasientlərim də bilir. Xoş gəlmişsiniz doktor. Xoş gəldik. Çox şadam sizi görməyimə. Çox sağ olun, qarşı olun. Gəlin ilk növbədə tamaşaçılara məlumat verək. Uşaq endokrinologu kimdir? Hansı xəstəliklərlə sizə əhali müraciət edə bilər? Sonra keçək bu uşaqlarda hər gün artan piyələnmə məsələsinə. Təşəkkür edirəm həm dəvətinizə görə, həm mövzuya görə, həm də girişə görə. Uşaq endokrinologiyası biraz qorxduğumuz, biraz da qorxmadığımız bir sahədir. Nə baxımdan? Yəni hormon sözü gələndə, hormon müalicəsi gələndə ailələr həmişə çəkinirlər ki, hormondur, ziyanlı müalicədir, uşaq tüklənər, kökələr, uşağı olmaz və s. kimi. Amma əvvəla bunu bilməlidirlər ki, bu sahə hormonlarla əlaqədar problemlərlə məşğul olur. Yəni bu sahə sırf hormon vermək yox, hormonal problemləri idarə etməkdir. Hormon maddələri nədir? Bədənimizdəki bir çox prosesi idarə edən kimya maddələrdir ki, bizim bədənimizdə var. Bunlar bizim hormonal vəzi dediyimiz orqanlarımızdan buraxılır. Nələr bura aiddir? Böyümə problemləridir. Böyüməmiz bu hormonların təsiri altındadır. Cinsi inkişaf bunların təsiri altındadır. Qalxan mənzər vəzi funksiyalar bura daxildir. Bədənimizin enerji, duz mübadiləsi, su içmə, şəkər mübadiləsi kimi bir çox proseslər hamısı hormonlarla əlaqədardır. Bu sistemlərdə olan problemləri idarə etmək üçün endokrinologiya sahəsi var və biz bu problemlərlə maraqlanırıq ki, bunlardan biri də bu dəqiqə gündəmi çox tutmuş, getdikcə artan dediyiniz kimi piyələnmə problemidir ki, bu həm tək başına bir problemdir, həm də başqa problemlərə gətirib çıxarda bilir. Həm də bir çox problemin nəticəsi ola bilir. Və günümüzdə bir halda ki, bu piyələnmə kənardan daxil olan enerji ilə və daha az bu enerjini yandırmaqla əlaqədardır. Müasir dövrdə də bunun üçün çox münbit bir şərait var. Ona görə də günü-gündən artır. Mübarizəmizə baxmayaraq yenə də bu problemlərlə biz qarşılaşırıq. Qarşılaşırıq. Bəlkə sualı indi biraz mən burada danışanda həkim kimi yox, daha çox tamaşaçı kimi danışıram. Bacara bilirikmi bu problemlə? Mübarizədə nə qədər güclüyük? Yəni əslində burada bəli, həkimin rolu sadəcə motivasiyadan ibarətdir, daha çox. Əsas burada ailə faktorudur. Çünki piyələnmənin 90-95%, 96% hallarda piyələnmə birincili dediyimiz ən çox rast gələn, qəbul olunan qidanı, enerjini yandıra bilməməsi. Burada bizdə əsas rolda valideyn gedir. Uşaqlardan söhbət gedirsə, böyük insanlar da insanın özüdür. Uşaq yaş qrupunda əlbəttə valideyn bizim əsas köməkçimizdir. Uşaqlarla daha çətindir işləmək. Əlbəttə, çünki valideynə deyəcək, valideyn ona əməl eləyəcək. Birbaşa öz nəzarətimizdə deyil deyə valideyn burada biz tərəf müqabilimiz olur. Digər 4-5% hallarda genetik problemlər, digər hormonal və xronik xəstəliklərin nəticəsi olan piyələnmə onsuz da valideynlərin problemi deyil, onu həkim dərman müalicəsi ilə idarə etməlidir. Amma əsas ki 96% ki, ictimaiyyətə yönəlmiş maarifləndirmə məsələsində əlbəttə genetik piyələnmədən onların əlində olan bir şey deyil. Sadəcə həkim bunu idarə etməlidir. Amma digər o 96%, 95% rast gəldiyimiz məsələdə əsas valideyn roludur. Biz valideynlə nə qədər ortaq işləyə bilirsə, o qədər müvəffəq oluruq. Valideynlə işləyə bilmiriksə, çox müvəffəq sayılmarıq. Valideyn məşğul ola bilsəydi, uşaq piyələnmədən əziyyət çəkməzdi, kökəlməzdi. Yəni biz istiqamət veririk, qidalanmasına istiqamət veririk. Dərman dəstəyi çox burada yoxdur. Ailələr adətən yəni seyirli bir çubuq istəyirlər ki, bir dənə dərman verək, bir şey eləyək, bu düzəlsin. Yəni olsaydı bütün dünya
incə bədənli olardı. Bu mümkün deyil. Çünki belə bir dərman yoxdur ki, bir dəfə qəbul eləsin, tamamilə bu piyələnmə problemini ortadan götürsün. Ona görə birlikdə vaxtaşırı görüşərək, diyetoloqla birlikdə əməkdaşlıq eləyərək mütləq, yəni bir tərəfimiz diyetoloq, bir tərəfimiz yəni endokrinoloq həkim, bir tərəfdən də valideyn olmalıdır. Əlbəttə Sizin gördüyünüz valideynlərin səhvi nədir burada? Yəni məsələni ciddiyə almırlar, mən belə deyərdim. Əvvəldən gələn kök uşaq güclü olar, kök uşaq sağlam olar məfhumu. Daha sevimlidir. Bəli, bir də yəni normal uşağa bizim cəmiyyətdə arıq deyirlər. Yəni onu ailəyə başa salana qədər ki, piyələnmə yox, başqa problemlər. İnkişaf geriliyi ilə gələn uşaqların əksəriyyəti normaldır. Böyük əksəriyyətindən söhbət gedir, yəni 80-90%-dən söhbət gedir. Yəni bunun çəkisi boyuna uyğundur, başa salmaq üçün 3 dəfə, 4 dəfə deyirik. İndi diaqram başa düşən həkim olsa, təhsilli valideyn olsa göstərir ki, diaqramla baxın, normaldır bu. Mən çap eləyib birinin özlərinə verirəm. Bəli, yox. Mən qabaq verdim, sonra özünüz təqib edin. İtirirlər, vermədim ondan sonra, amma dediyim kimi, yəni normanı başa salmaqda çox çətinlik çəkirik. Bu əvvəldən gələn bir stereotipdə onları qırmaq çətin olur. Bir məsələyə də toxunmaq istəyirəm. Ananın hamiləlikdə aldığı çəki və uşağın ana bətnindəki çəkisi gələcəkdə onun taleyinə necə təsir edir? Təbii ki, çəki taleyinə. Bəli, bəli. Kritik məqam elə ondan başlayır. Yəni ana qarnından başlayır uşağın gələcək taleyində o kodların yazılması. Çəki faktoru çox önəmlidir. Çünki həm aşağı çəkidən doğulan uşaqlar, həm də normaldan yuxarı çəkidən doğulan uşaqlar gələcəkdə piyələnməyə meyilli olurlar. Aşağı çəki ilə doğulan uşaqlar biraz, yəni bu ailənin çox günah problemi olmaya bilər. Normal doğum həftəsinə görə aşağı çəki ilə doğulmuş uşaqların gələcəkdə rahatlıqla insulin müqaviməti əmələ gətirmə, piyələnmə riski var. Burada da yenə belə bir şey meydana gəlir. Bu uşaqlar kiçik çəki ilə doğulanda böyüklər deyirlər ki, bir qal kənarı mən gör bu uşağı hala gətirirəm. Bu hala gətirmə məsələsi bir nöqtədən sonra uşağı kökəltməyə başlayır və bunlar sonra arıqlaması çox çətin olur. Hətta deyirlər ki, arıq uşaq, balaca çəkili uşaq daha tez əmələ gəlir. Tez böyüyür. Bəli, indi baxır onun o çəki azlığının dərəcəsinə görə həkimlərlə düşməsi ayrı faktordur. Amma onlarda bu problemlər ola bilər. Məsələn, gələcəkdə boy qısalığı ola bilər kiçik çəkilə doğulan uşaqlar. Bütün hormonları normal belə olsa. Çünki bədənin ana qarnında o enerji çatışmamazlığında kodlaşdırılması dəyişir. Biraz o bəzi teoremlər var. Uşaqlar reprogramming edir. Bədən əsas həyata əhəmiyyətli orqanları ön plana çıxardır. Digər ikinci mərhələ böyümə, boy məsələsini ikinci plana atır öz proqramında, planlaşdırmasında. Gələcəkdə də bu uşaqlarda erkən cinsi inkişaf, biavəvəl gəlişmə, depolama məsələsi, yəni enerji çətinliyində qabiliyyət depolamağa meyilli olma və boy qısalığı problemləri görə bilirik. Amma ananın qidalanmasına bağlı, ananın insülin müqavimətinə bağlı, anadakı diabet vəziyyətinə bağlı və bəzən də anadan asılı olmayaraq yüksək çəki ilə doğulan uşaqlar olursa, bunların da bəli gələcəkdə bənzər problemləri ola bilir. Ona görə kiçik dövründən ana qarnından, yəni uşaq doğulduqdan etibarən artıq nəzarətə ələ almaq lazım. Necə nəzarətə ələ alacaq? Ana südü ilə. Ana südü çox önəmlidir. Araşdırmalar göstərir ki, ana südü nə qədər uzun müddət alıbsa bir uşaq, o qədər piyələnmə ehtimalı gələcəkdə az olur. Bunu biz öz mərkəzimizdə də araşdırmamızla göstərdik. Uşaqlar nə qədər uzun müddət ana südü alıbsa, o qədər də gələcəkdə bədən kütlə indeksləri daha aşağı olur. Yəni bu və Azərbaycanda apardığımız, bizim öz xəstə potensialımız apardığımız statistika dünya statistikasından üst-üstə düşür. Dolayısıyla doğulandan bu məsələyə əl atmaq lazım. Ananı mütləq maksimum ana südü verməyə təşviq etmək lazımdır. Südüm yoxdur sözünü başa salmaq lazım ki, mümkün deyil. Bu uşaq bu bədəndən ayrılıbsa ana südü var. Sadəcə ananın istirahəti yerindədirmi, ananın qidalanması yerindədirmi, ananın gündə kifayət qədər maye qəbul eləyirmi? Və səbirlidirmi? Əlbəttə, bəli, bu maye bədənə çatmalıdır ki, artığı ilə də süd əmələ gətirməlidir bədən. Ona görə bunların hamısı anaya dəstək varmı? Ana kifayət qədər dincələ bilirmi, gəzə bilirmi? Bu faktorlar hamısı önəmlidir və anaya motivasiya varmı? Çünki uşağı olmayan anada belə süd gələ bilər. Əgər düzənli əmirsə bir uşaq, o anada belə süd gələ bilər. Dolayısıyla hər ananın südü var. Bunu təşviq eləmək lazımdır. Gələcəkdə bizim işimizə çox yarayacaq. Bəs oğlan və qız uşaqları götürəndə deyək ki, müşahidələriniz nə göstərir? Çünki keçən dəfə Ləman xanım da gələndə dedi ki, siz öz mərkəzinizdə statistik bir çalışmalar aparırsınız. Oğlan və qız uşaqlarında rast gəlinən endokrinoloji problemlər və xüsusilə piyələnmə deyə bilirikmi? Məsələn, oğlanlarda daha çox görülür və ya qız uşaqlarında daha çox görülür və hər ikisində təhlükəsi nədən ibarətdir? Bəlkə eynidir deyəcəksiniz. Belə deyim, təhlükələri eyni olur, amma bizim gördüyümüz biraz bizim cəmiyyətdə çox gerçəyi əks etdirməyə bilər. Çünki mərkəzə müraciət edən ailə nə qədər narahat olur ondan asılıdır. Mən oğlanlara daha çox görürəm. Mənə nə üçün gəlir? Adətən cinsi inkişafının geri qaldığını düşünürlər. Uroloqlardan rikoşet vermiş xəstələr gəlirlər. Ailənin köklüyündən çox cinsi inkişafının kiçikliyi
narahat eləyir, hansı ki kiçik deyil, kiçik görünür. Bu narahat elədiyi üçün ailələri ona görə müraciət edirlər. Mən daha çox oğlanları görürəm o baxımdan. Bu deyirəm, cəmiyyətdəki əsl vəziyyəti əks etdirmir. Yəni ailələr adətən ikinci, üçüncü problem kimi bunu deyirlər. Deyirəm başqa problem, başqa bir dənə də şey var, deyirəm gizlədsiniz, mənə demirsiniz. Ailə baxır, görürsə nə şikayət olar? Deyim piylənmə görə, hə o heç də. Biraz köklük var və ya oğlan uşaqlarında biraz sonra süd vəzinin böyüməsi piylənməyə bağlı yalançı ginekomastiyya dediyimiz bu narahat eləyib gəldikləri üçün onu görə bilirik. Amma riskləri hər ikisində demək olar ki, eynidir, ağırlaşmaları eynidir. İnsulin müqavimətinin əmələ gəlməsi, şəkərli diabet problemi olsun, gələcəkdə kardiovaskulyar problemlər olsun, dəri problemləri olsun, psixiatrik problemlər olsun bu dəqiqə. Yəni bir nöqtədən sonra uşaq daha çox yeməyə başlayır, yeyəndə özünü rahat hiss edir. Bunun gətirdiyi ətrafdan kompleks problemləri, depressiv problemlər və s. və çəki artdıqca da uşaqların getdikcə hərəkətsizləşməsi. Yanında telefon, televizorda onsuz da var, aksesuarda 2-3-cü yaş sinif uşaqları gəlir ciblərində Android telefonla. Niyə? Anası deyir ki, bana doktor deyin çox işlətməsin. Yəni bu onun əlində nə edir ki, mən 15 dəqiqə işlətmə deməyim nə qədər əhəmiyyətli olacaq? Evdə bunu alıb əlinə vermişik ki, istifadə eləməlidir. Evə yəni necə ki, konfet almışıq, sən yemə deyirik. Masanın üstündə necə yeməsi? Bu yemək üçün alınıb da. Yəni alandan sonra yeməlidir. Bu da telefonu verəndən sonra uşaq orada nə edəcək? Girib alqoritmlər həll etməyəcək ki. Doğru. Girib oyun oynayacaq, videolara baxacaq və s. hərəkətsizləşmiş olacaq. Və bunu da yenə bu misalla gətirəm ki, məsələn 12 kilo, 15 kilo artıq çəkisi olan uşaqlara deyirəm ki, təsəvvür edin, bir dənə kubik daşıyır bədənində əlavə. Siz səhər durdunuz, bir dənə kubik verdim qucağınıza, nə qədər hərəkət eləyə bilərsiniz, nə qədər iş görə bilərsiniz. Ona görə hərəkətsizləşmə artır. Və oynaqlara düşən yük də artır. Bəli, qüsurlu dövran yavaş-yavaş, yəni bu piylənmə artıq bədənin bir taleyinə çevrilir. Həlli yolu dediniz. Bəzən olur ki, valideyn bəhanə olaraq deyir ki, bu bizim qohum-əqrəbədə bütün uşaqlar belədir. Yəni burada genetik faktormu rol oynayır, yoxsa elə bütün o nəsildə qida mədəniyyəti, qida davranışı mı pozulub? Hər ikisi. Çox əhəmiyyətli nöqtədir bu. Yenə bunu da xüsusilə burada qeyd edeyim ki, yəni endokrinoloqların bu dediyimiz ən çox rast gəldiyimiz piylənmədə rolu çox yoxdur. Əsas yük sizin üzərinizdə düşür. Biz sadəcə baxıb patoloji bir vəziyyət var ya yoxdur, onu aydınlaşdırırıq. Araşdırmalar bunu göstərir ki, əgər ata normal, ana normaldırsa, ailədə 7% halda uşaqlar artıq çəkili ola bilir. Valideynlərdən əgər biri artıq çəkilidirsə, o ailədə uşaqlar 40% hallarda piylənmə olur. Əgər hər iki valideyn köksə, bu rəqəm 85%-ə qədər artmış olur. Təəssüf. Burada həm genetik faktorlar, həm də ailənin qidalanma mühiti, ailənin hərəkət mühiti əhəmiyyətlidir, üst-üstə gəlir. Yəni piylənmədə əsas məsələn bunu deyək, bizim ən çox danışdığımız birincili piylənmə, bu çox yeməyə bağlı olan, az hərəkətə bağlı olan piylənmə. İkincili piylənmə dediyimiz bu xronik xəstəliklərin nəticəsində olan və bir də genetik gələn mutasiyalara bağlı olan piylənmə. Bunlar daha az hallarda rast gəlinir. O dediyimiz vəziyyətlər daha az görürük. Bütün nəslin kök olması adətən sadə bildiyimiz insülin müqaviməti, bədənin metabolik tipi və s. onunla əlaqədar olur. Amma elə insülin müqaviməti özü də araşdırmalarda göstərir ki, cəmiyyətdə 30% hallarda var. Hər 3 insandan birində insülin müqaviməti mexanizmi var. İnsülin müqaviməti də yəni ailələr adətən onun nə olduğunu çox başa düşmürlər. İnsülin dirənci kimi deyilir. Türk mediasından daha çox bizə keçib. Onun çox növü var. Əlimizdə olan insülinin defektivliyi ilə əlaqədar, sintez problemi ilə əlaqədar olur, reseptora təsir problemi ilə əlaqədar bir çox mexanizmlər var. Bədən hər 3 nəfərdən biri bunlardan hansınsa daşıyır. Kim qaydalara əməl eləmirsə, onda kökəlmə rahat gedir. Su içsəm də kökəlirəm mexanizmi, haqlıdırlar. Elə bir qrup var. Az bir enerjini yandırmağa çox meyilli olmadığı üçün bədən bazal enerjisi, yəni metabolizm enerjisi aşağı olduğu üçün ona görə onlarda daha rahat kökəlmə gedir. Elə bu həmin o ailədə, nəsildə kökəlməyə meyilli olmaq bir də çox ciddi almadıqlarını göstərir. Artıq hər kəs belədir, bu da belədir. O da artıq psixoloji faktorlarla da üstünə gəlmiş olur. Aha. Dərman müalicəsinə necə baxırsınız? Biraz əvvəl hormonal müalicəni qeyd elədiniz. Bəzən insülin dirənci və yaxud yəni pilləmədən əziyyət çəkən uşaqların valideynlərinə dərman müalicəsi təklif edəndə də ki, mən etmirəm, bu uşaq endokrinoloqlar edir. Onu da bir mənalı qarşılamır və ya deyirlər ki, doktor, bu uşağın 10 yaşı var. Bu indidən başladı metformin içməyə. Sonra nə olacaq bunun aqibəti? Və kiçik yaşlarda tip 2 diabet diaqnozu qoyuruqmu? Bəli. Yəni tip 2 diabetdən başlayım. Köhnə ədəbiyyatlarda uşaqlarda nadir rast gəlinir deyilirdi, amma bu dəqiqə daha çox görürük biz onları. Yəni bu da zəminin artması ilə, piylənmənin artması ilə əlaqədardır.
Dərman müalicəsi uşaqlarda verilirmi? Əslində uşaqlarda güvənli, yəni tam əmin olduğumuz və 100% təsir göstərən arıqladan dərman müalicəsi yoxdur. Xüsusilə 10 yaşdan aşağı bunu unutsunlar. Belə bir dərman yoxdur, təsdiqini tapmış verir uşaqlara. Cəmiyyətdə ən çox gördüyümüz böyüklərdəki yanaşma ilə uşağa yanaşaraq bəzən metformin müalicəsi verilir. İkinci tip şəkərli diabetin müalicəsində istifadə olunan dərman. Amma uşaq yaş qrupunda bu təsdiqlənməyib. Arıqlama məqsədi ilə verilməsi məqsədə uyğun deyil. Əgər uşaqda ikinci tip diabet varsa ona görə verilə bilər. Amma digər dərman qrupları ki var, bunların bəziləri təsdiqini alıb. Təsdiq deyəndə biz daha çox güvəndiyim Amerika Qida və Dərman Assosiasiyasının FDA dediyimiz təsdiqlədiyi dərmanlar ki, uşaqlar üçün ona əsaslanaraq müalicələrimiz aparılıb. Bunların içərisində təsdiqini alanlar var, 10 yaşdan yuxarı alan var, 12 yaşdan icazə alan var, 14 yaşdan yuxarı icazə alanlar var və bu dəqiqədə ən çox ailələrdə məşhur olan eşitdikləri bu iynələr, arıqlama iynələridir ki, böyüklərdə tətbiq olunur. Çox uğurlu nəticələri var. Amma uşaqlarda biz buna nə qədər müvəffəq oluruq? Uşaqlarda ən çox istifadə etdiyimiz bu iynə qruplarından biri ki var. İndi ad molekul deyib ailələri çox çaşdırmaq istəmirəm. Burada araşdırmalar, dünya araşdırmaları, yəni yeni tətbiq olunmağa başlayıb. Bizim öz mərkəzimizdə də baxdığımız, dünya ədəbiyyatına da baxdığımız ən çox buna əməl eləmədə problem yaranır. Düzənli şəkildə bunu vurmaq, dozanın düzənini artırmaq, bunu eləyərək yanaşı digər həyat tərzi dəyişikliklərini də aparmaq və bunun müddətini davam eləmə məsələsində problem olduğu üçün başlayıb kəsmə olduğu üçün tam effektini göstərə bilmirik adətən. Amma bu müvəqqəti bir həll yoludur, daimi həll yolu deyil. Elə böyüklərdə də. Böyüklərdə də elədir, bəli. Amma uşaqlarda bəli, istifadə oluna bilər, kritik seçilmiş uşaqlarda istifadə oluna bilər, amma yenə bizim əsas həll yolumuz mütləq birincili qidalama və həyat tərzi dəyişikliyidir ki, ona yönəlmiş olur. Dərman istifadəsi demək olar ki, uşaqlarda çox işə yaramır. Bir neçə il əvvəl öncə mən Türkiyədə bariatrik cərrahiyyə toplantısında olanda, çünki bariatrik cərrahiyyə diyetisyənliyi təhsilim də var. Orada uşaqlarda, səhv etmirəmsə Hindistanda dedilər ki, 5 yaşında mı, bəlkə yanılıram 10 yaş ola bilər, uşaqda mədə keçirtmə əməliyyatı icra olundu. Bu bariatrik müdaxilələrin yeri nə qədər özü doğruldur? Bəli, bu dəqiqə seçilmiş uşaqlarda, yaş qrupunda və xüsusi çəkinin üzərində uşaqlarda artıq buna icazə verilir, aparılır. Amma kiçik yaşlarda hansı halda ola bilər? Morbid obez dediyimiz çox ağır piyələnməli uşaqlarda bu müdaxilələr ola bilər. Həyati təhlükə varsa. Bəli, həyati təhlükəsi var. O da çox kiçik yaşlı uşaqlarda çox nadir, epizodik ola bilər. 14 yaşın üzərində, indi bəzi mərkəzlər 12 yaşın üzərində də əgər uşağın çəkisi imkan verirsə, uşağın boy persentili imkan verirsə, ona görə bu əməliyyatlar aparıla bilir. Amma əməliyyatların ağırlaşma ehtimalı, bunlar ağır əməliyyatlardır, ciddi əməliyyatlardır. Ona görə ağırlaşma ehtimalları böyüklərdə olduğu kimi görünür və yəni bunların bir növdə gələcəkdə təkrarlama ehtimalı olur. Yenə də uşaq eyni rejimə davam eləyərsə, yenə də təkrar bunu böyüklərdə də görürük. Bəli, çox geri dönüşlər var. Bəli. Artıq yenidən geri alan xəstələrin sayı kifayət qədərdir. Bunun məqamları da fərqli. Yəni böyüklər biraz sonra elədiyi əməliyyatdan peşman olurlar. Yemək istəyirəm deyirlər. Geri təkrar əməliyyat edənlər olur. Yəni anatomik quruluşu təkrar geri çevirənlər olur. Buna ehtiyatlı yanaşan bir qrup, yəni bir həkim qrupu da buna ehtiyatlı yanaşır. Çünki biz orada mədə-bağırsaq sistemimizdə bilmədiyimiz bizim mikrobiotamız var. Bilmədiyimiz bir sistemdir. Bizim özümüzdən 3 qat çox hüceyrə orada var. Yəni onlar mı bizə qonaqdılar, biz mi onlara qonağıq, hələ tam bəlli deyil. Bilmədiyimiz bir sistemə müdaxilə eləmiş olur. Bu gələcəkdə bizim immun sistemimizdə onkoloji problemlər nə dərəcədə ortaya çıxarda bilər. Bunlar hələ öyrənilir. O baxımdan uşaqlarda yenə seçilmiş, ağır, həyati riski olan piyələnmələrdə bu yollar seçilə bilər. Daha güvənli yolları, məsələn, balon müalicəsi ilə müvəqqəti 6 aylıq mədə balonu yerləşdirməsindən də müsbət nəticələr əldə etmək olur. Amma yenə dediyim kimi, seçilmiş uşaqlarda, xüsusi göstəriş olan uşaqlarda bu yola gedilə bilər. Təşəkkür edirəm ətraflı məlumat üçün. Biz davam edəcəyik. Verilişimizin ikinci yarısında uşaqlara verilən dəbdə olan lazımdırmı, deyilmi? Bu qədər D vitamini vermək, bu haqda danışacağıq. Azad doktor bu mövzuda bizə ən doğru məlumatı verəcək həkimdir. Amma mən reklamlara ayrılmadan öncə istəyirəm verilişimizin baş sponsoru, elə təşdidənmi, xoşbəxtlikdənmi, kalsium döyüş nikomet preparatına təşəkkürümü bildirmək istəyirəm ki, Ştada şirkəti 25 ildən artıq mövcuddur. Kalsium döyüş nikomet, portağal və limon dadlı çeynəmə tabletlərini isə təqdim edir. Kalsium və D vitamini defisitinin profilaktikası məqsədi ilə həmçinin kalsium və D vitamini
sifilitdə riski olan pasientlərdə osteoporozun müalicəsi zamanı əlavə terapiya qismində təyinata uyğun olaraq istifadə oluna bilər. Hamilələr və 3 yaşdan yuxarı uşaqlar da istifadə edə bilər. Təşəkkür edirik baş sponsorumuz Ştada şirkətinə. Digər sponsorumuz Böyük Britaniya təhsili idman həkimi Fərid Səlimovdur. Diz, onurğa, çiyin, əzələ ağrılarından artıq daha tez və müasir idman yanaşması ilə müalicə oluna bilərsiniz. Çünki Fərid Səlimov müasir fizioterapevtik yanaşma ilə sizin xidmətinizdədir. 055 318 83 94 nömrəsinə zəng edə bilərsiniz. Reklamlara baxaq, sonra söhbətimizi davam edəcəyik. Verilişin baş sponsoru Kalsi D3 Nikamed.